Assalamu aleykum hörmətli izləyicilər. Bildiyiniz kimi mövzularımız həmişə sağlamlığa aiddir. Xüsusən də oynaq ağrıları, artrit, artroz, revmatizm, osteoxondroz, xondroz, protruziya, yırtıq, bu cür xəstəlikləri necə müalicə etmək lazımdır, o cür xəstəliklərin qarşısını necə almaq olar, bu barədə danışırıq və xüsusən də ən çox yeri idmana ayırırıq. Ancaq elə idmanla bərabər elə bir vasitələr var ki, vitamin mənbəyləri, qida əlavələri və s. ki, bu cür xəstəliklərin bərpasını sürətləndirir. Və bu günləri sizlərə elə həmən qarışımlardan birini təqdim etmək istəyirəm. Gördüyünüz bu sarı kökdür, bu qara istiotdur, bu da baldır. Bildiyiniz kimi sarı kök bir çox xəstəliklərin dərmanıdır. Əsasən bütün bədənimizdə gedən bütün iltihablaşma proseslərinin aradan qalxması üçün çox xeyirli bir vasitədir. Limfa sisteminin işini gücləndirəndir, immuniteti gücləndirəndir, mədə-bağırsaq sistemini həm təmizləyəndir, həm gücləndirəndir, mikroflorasını normaya salandır, beynin fəaliyyətini gücləndirəndir, virusla mübarizədə çox faydalıdır. Yəni danışmaqla hətta xərçəng hüceyrələrinə qədər belə deyim, məhv edən bir vasitədir. İndi sizlərə təqdim edəcəyim bu qarışım nəyə görə istiotla bir yerdədir? Çünki kurkumin maddəsi peperin maddəsi ilə bir yerdə bədənlə daha yaxşı mənimsənilir və xeyri daha çox olur. Ona görə bu qarışımı qarışdıranda mütləq istiotla qarışdırmaq lazımdır ki, bədənlə mənimsənsin və xeyri dəysin. İndi sizə onun hazırlama qaydasını bir izah eləmək istəyirəm, həm də göstərmək istəyirəm. Bir adamlıq porsiyada gördüyünüz kimi təzə başlayanlar və bu çay qaşığından yarım çay qaşığı bir krujkaya, 250 qramlıq krujkaya əlavə edirik və istiot. İstiotu da yenə də çay qaşığının 1/3 qədər, yarısı qədər olmasa da 1/3 qədər. Yəni belə ya da biraz da artıq da olar. Yəni ondan qorxmayın. Əlavə etdik. Əlavə etdikdən sonra üstünə su açırıq. Suyu da çalışırıq stəkanın yarısına qədər və yaxud da yarısından biraz yuxarı tam ağzına kimi doldurmuruq. Bax belə. Bunu da belə səhərə kimi saxlayırıq. Bu qaydada qalır, dəmlənir, daha çox açılır. Belə deyək. Səhər də soğuyandan sonra bu qarışımı bal da əlavə edirik və yaxud da əlavə etməyə də bilərik. Elə sadəcə bu halda da içmək çox faydalı olur. Bir şey də qeyd etmək istəyirəm. Hörmətli izləyicilər, sözsüz ki, sağlamlığın bünövrəsi idmandır. Bu vasitədən də səhər tezdən ac qarnına istifadə etməmişdən qabaq, mütləq səhər idmanını yerinə yetirməyi məsləhət görürəm sizlərə. Səhər idmanına gigiyeniki idman deyirlər. Daxili orqanların təmizliyi adlandırırlar. Yəni səhər idmanı qan dövranını işə salır, limfa sisteminə işə salır, sinir sistemləri, reflekslər hamısı oyanır, bədən ayılır, bədəndə gedən bütün proseslər sürətlənir və təmizlənmə prosesi başlayır. Bədəndə gecə vaxtı, mübadilə prosesləri zamanı, oynaqlarda, əzələlərdə, orqanlarda yığılan bütün şlaklar hamısı yuyulmağa başlayır. Və bu prosesləri sürətləndirmək üçün, gücləndirmək üçün də bu cür vasitələrdən istifadə etdikdə bu proseslər 1-ə 10, 1-ə 15 artığına bəlkə də güclənir. Ona görə birinci növbədə idmanı məsləhət görürəm sizlərə, sonra da bu cür vasitələri. Allah xeyirli eləsin, Allah faydalı eləsin. Özünüzə yaxşı baxın. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.